Yanlışlıqla videonu durduracağım diye videoya başladım. Deməli, əlimin etdədir, çox qəşəng. Deməli, bugünkü dərsimiz uzun danışmayacağım, direkt başlayıram dərsə. Bugünkü dərsimiz nöqtənin verilmiş koordinatlarında onun yerləşdiyi xəritənin nomenklaturasının təyini. Deməli, biz bilirik ki, hər trapez özü 1 bölünsün 1 milyon o həmin trapezin nomenklaturasıdır. Mən də burada müəllimin verdiyi örnəklərdən uzunluqları və lambdaları seçmişəm. Deməli, trapez çəkdik. Trapezimiz 1 bölünsün 1 milyondur. İnşallah 1 milyondur. 1 milyonda. Deməli, bizdə uzun en dairələri 4 dərəcədən 1 bölündüyü üçün, uzunluq dairələri də, daha doğrusu uzunluq dairələri 4 dərəcədən 1 bölündüyü üçün, en dairələri 6 dərəcədən 1 bölündüyü üçün 4-ə bölünən ən kiçik və ən böyük ədədi. Uzunluqda da 6-ya bölünən ən kiçik və ən böyük ədədləri götürürük. Məndə n dərəcələri 12 dəqiqə, 12 dərəcə 13 dəqiqə, lambdada da 18 dərəcə 3 dəqiqədir. Demək 12 dərəcədən kiçik 4-ə bölün. 12 dərəcə 13 dəqiqədən kiçik 12 dərəcə var, böyükdə 16 dərəcə var. 18 dərəcə 3 dəqiqədən kiçik 18 dəqiqə var və 24 dəqiqə var. Və biz bunları 4-ə bölürük. Uzunluğu 6-ya n-də 4-ə böldük. Demək 16-nı 4-ə böldük 4. 24-ü 6-ya böldük 4. Demək 4-ün də özünün orada hərf şey var elə bir ki. Həmin hər rəqəm bir hərfə denk gəlir. Bir dəqiqə. İndi bir dənə tapım o hərfdə nəyə denk gəlir deyəcəm mən. Bir dəqiqə. Buradan arxadan WhatsApp asmışam. Və hər hərf bir rəqəmə denk gəlir. Bir dəqiqə, həmən tapım onu. Biraz video yandı. Deməli, hərflər bu dəqiqə gözümün qabağındadır. Belə göstərim. Baxın, hər rəqəm bir hərfə denk gəlir. Bizdə 4-cü hərf nədir? D. Düzdür. Deməli, D-ni tapdıq. D-ni tapandan sonra uzunluq dairəsi tapmışsınız. Baba 24-ü 6-ya böldünüz 4. Bu 4-ün üstünə 30 gəlin. 30 gələndən sonra bu elədi 34. Deməli bizim xəritə D34 imiş. Bunu tapdıq. Biz burada göstəririk ki, fiilər 4 dərəcədən 1, lambdalarda 6 dərəcədən 1 bölünür. Bitdi. Burası əla. Buranı tapdıq. ki, hələ ki dərsin %2-sini, 3-ünü tamamlamışıq kimi deyək də biz buna. Deməli, sonra nə edirik? Aldıq bu 1 bölünsün 1 milyonluq trapezi təzədən çəkdik bura. Deməli, çəkdik bura. Yazdıq bunun üstünə D34. Düzdür. Yenə yazdıq bura 16. Yenə yazdıq bura 12. Əlimin etdəməsin bir dənə. Bura 18. Bura 24. Deməli, nə edirik? Bunu bölürük ortadan belə. Və 4 yerə bölürük. Hamısını hərflərlə işarə edirik. A, B, C, C deyə. Deməli, və bunların hamısı da bu həm balaca trapez özü, bu bölünənlər hamısı 1 bölünsün 500.000 olur. Bölünən trapez 1 bölünsün 500.000 miqyasa bərabər olur. Burada biz bunu 12, 16, 4 deyil. Bura olur 14, bu da olur 18, 6 demək 3 dərəcə 21. Burada artıq lambdamız 3 dərəcə olur. Fiimiz 2 dərəcə olur. Burada ki 2-yə bölünür də. 12, 14, 16, 18, 21, 24. Deməli, bizim də dərəcəmiz nə idi? Hər vərəqin üstündə, hər keçişdə yazacam. 12 dərəcə 13 dəqiqə, 18 dərəcə 03 dəqiqə. Deməli, bizim uzunluğumuz hara denk gəlir? 18 ilə 21-in arası. 12 dərəcə 13 dəqiqə hara gəlir? Bura. Bunlar burada kəsişdilər. Kəsişmə nöqtəsini yazırıq bunun axırına. Bizdə olur D34C. Düzdürmü? D34C. Burada alınan 1 bölünsün 500.000-də aldığımız ədəd hərfi
sona əlavə edirik. Etdik, əla. Burasını da bitirdin. D34C tapdım mən. Verdiyi lambdasına, fiisinə görə mən tapdım ki, D34C-dir. Deməli, mən bunu tezdən çəkirəm. Deyəcəksiniz ki, nə qədər trapez çəkirik? Çox. Həqiqətən çox trapez çəkəcəyik. Çəkdik bu trapezi tezdən. Yazırıq. 12, 14, 18, 21. Və bu trapezi 9 hissəyə ayırırıq. Bəli, 9 hissəyə ayırırıq. Belə və belə. 9 hissəyə ayırdıq. Artıq burada fi 1 dərəcə 20 dəqiqə olur. Lambda isə 2 dərəcə olur. Çünki biz 4'ü 3'ə böləndə burada 4'ü 3'ə demək deyəcəksiniz ki, indi 4'ü 3'ə böləndə axı belə bir cavab ala bilmirik. Demək nə edirsiniz? 4'ü vurursunuz 60'a. 240. 1 dərəcən 60 dəqiqədir də normalda. 61 dərəcə 60 dəqiqədir. Hə. Bu elədi 240. 240'ı da bölürsən 3'ə. Bu da elədi 80 dəqiqə. Axı 80 dəqiqə yaza bilməzsən bura. 80 dəqiqən bərabərdir. Biz də bilirik ki 60 dəqiqən 1 dərəcədir. 1 dərəcənin 60 dəqiqə olduğuna görə 80'dan 60 çıxırsan 20 dəqiqən qalır. Bu da bizə verir 1 dərəcə 20 dəqiqə. Deməli burası olur 13 dərəcə 20 dəqiqə. Bura bir dəqiqə. Mən neysə səhv elədim. Yox. 12, 14 çünki buraya denk gəlir. Bir dəqiqə. Baxırıq 31 deməli. Bu bizim burada denk gəlməlidir bura. Bu 13 dərəcə 20 dəqiqə, 14 dərəcə. Yox, bu 13 dərəcə 40 dəqiqə olmalıdır. Bu 12 dərəcə 20 dəqiqə olmalıdır. Hə, bu 12 dərəcə 20 dəqiqədir. Bu 13 dərəcə 40 dəqiqədir. Bu da 14 dərəcədir. Deməli, yox, 12 dərəcə 20 dəqiqə, 12 dərəcə 40 dəqiqə, 14 dərəcə, yox. Bir dəqiqə, 13, 12 dərəcə 20, hə də, hə. Deməli, burada da olacaq 2 dərəcə olduğuna görə. Deməli, 18, 21, 24, hə. Burada da 2 dərəcə olacaq. Bir dəqiqə, bu nətər belə alındı? Bir dəqiqə, mən haradasa səhv elədim gör, bir dəqiqə. 18 dərəcə kiçik, 24 dərəcə böyük. O zivir, nəsə olmadı, deyən görək. Deməli, burada da 6 dərəcədir, 18, 21 seçdik, düzdür? Yo, bir dəqiqə, biz tezdən, bunu 18, 24, biz tezdən bir bölünsün 1 milyonluq xəritəni bölməliyik. Hə, onu unuttum. Hər götürəndən sonra çalışın ki, onu 1 bölünsün 1 milyonla götürəsiniz. Yoxsa mənim kimi səhv eləyəcəksiniz. Bu olur 13 dərəcə 20 dəqiqə. Burası olur 13 dərəcə 20 dəqiqə. Bu olur 14 dərəcə 40 dəqiqə. Bu olur 16 dərəcə. Bu da olur 20, 22 və 24. Hə, gözəl. İndi düz getdi. 9 yerə böləndən sonra bunu nömrələyirsiniz. Rum rəqəmləri ilə, ha. Bunu Rum rəqəmləri ilə nömrələyirsiniz. 5, 6, 7, bu 8 olmadı. Bu 8, ha bu da 9. Deməli, bizim dərəcələrimiz nədir? 12 dəqiqə, 12 dərəcə 13 dəqiqə, 18 dərəcə 3 dəqiqə. Amma bunlar hara denk gəlir? Bu 12 dərəcə 20 dəqiqə ilə buranın arasına denk gəlir. Hə, bu arada bunu da deyim ki, bu 9 yerə bölünəndə hər miqyasa 1 bölünsün 300 min, hər trapezə 1 bölünsün 300 min miqyası düşür. 300 min miqyas düşdü. Sən tapdın ki, bunun burası 7'ye düşür. Deməli, burada normalda hamısının sonuna yazmaq lazımdır. Amma təkcə burada bunun əvvəlinə yazırsınız. 7, bir dəqiqə, 7, D, 34, C.
Belə olmalıdır. Baxım. Deməli, belə olur. 7D34C alınır. Deməli, bunda ayrı-ayrılıqda çəkmək. Burada sadəcə əvvəl nə yazır? Baxın, unutmayın. Deməli, gəldik 4-cüyə. Gəldi. Burada artıq işlər dəyişir. Burada artıq bunu belə çevirmək məcburiyyətindəyəm. Çünki burada artıq işlər dəyişir. Niyə bu qədər böyük trapez çəkdin deyə soruşa bilərsiniz. Deməli, burada niyə bu qədər böyük trapez çəkdim? Yenə 1 bölünsün 1 milyon. Yenə 1 bölünsün 1 milyon. Yenə burada yazaq. 12 dərəcə 13 dəqiqə. 18 dərəcə 03 dəqiqə. Çevirdik. 12, 16, 18, 24. Burada artıq trapezi. Burada yazaq bir dənə H38. H38 niyə? D34. Mən bir an öz dəftərimdəki ilə eyni yazmağa başladım. Bu təbii ki də 7 olacaq. 7D34C. Deməli, burada artıq trapezi 36 yerə bölmək lazımdır. Yazıram, baxın bura. 36 yerə böl. Burada, deməli, burada 1-dən 36-ya kimi Rum rəqəmləri ilə nömrələmək lazımdır. Deməli, bölək də indi. 1, 2, 3, 4, 1, 2, 3, 4. Bu da 5, bu da 6. Buradan çəkək. 1, 2, 3, 1, 2, 3, 4, 5. Bir xətt də buradan çəkək. Təbii ki də siz belə çəkməyin. Mən çox səliqəsiz alındı məndə. Deməli, bunu 1-dən 36-ya kimi nömrələyirsiniz. Burada son 36. 36-ya kimi nömrələyəndən sonra burada artıq fi necə hesablayırsınız tezdən fi'ni? Tezdən 4'ü 60'a vurursunuz, 240. Bunu da 6'ya bölürsünüz. Bu da eləyir hər dəqiqə, hər bu aralıqlar 40 dəqiqədir. Bu olur yəni 12 dərəcə 40 dəqiqə. Bu olur 13 dərəcə 20 dəqiqə. Bura olur 14 dərəcə. Bura olur 14 dərəcə 40 dəqiqə. Bura olur 15 dərəcə 20 dəqiqə. Bura olur 16. Bu alt tərəflər də, yəni lambda da 6 bölünsün 6 bərabərdir 1 dərəcə. Yəni 19, 20, 21, 22, 23 və sonda da 24. Deməli, bizim dərəcələrimiz nə idi? 12 dərəcə 13 dəqiqə, 18 dərəcə 3 dəqiqə. 12 dərəcə 13 dəqiqə təbii ki də burada yerləşir. 18 dərəcə 3 dəqiqə də yerləşir burada. Burada nə qədər? 6, 6, 12, 18, 24, 27, bura 28 olmalıdır. 6, 12, 18, 24, 30, yox, 31. Bura 31'dir. Deməli, nə yazır? Bizdə olur. Burası nə? Deməli, 7, H, yox, 7D34, ya burada 7D34C. Bunun axırına yazırıq, deməli. Ya, bunu yazmırıq. Bir dəqiqə, yanlış olub. Bunu yazmırıq. D34C, bunun da axırına yazırıq.
Nə? 31. O 3 dənə, tamam. 31. Sonra bunu böldük, qurtardıq. Keçdik 5-ciyə. Yəni gəldik, necə deyirlər, zurnanın həqiqi mənada desək, səs çıxarda bilmədiyi yerə. Yenə 1 bölünsün 1 milyon xəritəmizi çəkdik. Yenə bunun üstünə H38 yox, D34 yazdıq. Yenə bura 12-dir. Yenə bura 16-dır. 18-dir. 24. Deməli, bunu artıq bu arada burada hər bölünən dama 1 bölünsün 200.000 miqyasdadır. 200.000 miqyasda. Deməli, bu heç. Bunu neylədik? Burada bu arada burada 4-ü 6-ya bölürük də. Ona görə burada 4-ü 60-a vurdum, 240, 6-ya böldüm, 40 dərəcə tapdım. Yəni burada 4-ü 6-ya böldüyüm üçün tapıram. Burada artıq nə edirik? Burada bunu necə deməli? Burada belə deyim sizə. Bunu 144 yerə bölməliyik. Yəni biz də birinci eşidəndə biraz şok olduq. Bölünün necək yazaq beləyik. Biraz səhv olmasın. Burada artıq delta phi 20 dərəcədir. Yenə dediyim kimi 4-ü 12-yə böldüyümüz üçün burada 4-ü 60-a vururuq. 240, 12-yə bölürük 20. Delta lambda da burada da 30 delta lambda. Lambda da 30 dərəcə düşəcək. 30 dəqiqə düşəcək. Bu da onsa bəlli idi ki, 6-nı 12-yə bölmək üçün eləyirik də. 6-nı 60-a vururuq, onu da 12-yə bölüb 30 tapırıq. Deməli, biz bunu məcburi bir şəkildə bölməliyik 12 yerə. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, burada 12. Bunu da telizdən çevirdik. 1, 2, 3, 4, 5, 6, 7, 8, ayda, bura çox pis düşdü. 9, 10, ha bura 11, aşağısı da 12. Deməli, burada artıq bura belə 1 yazın. Burada 144-ə kimi nömrələnməlidir. 1-dən 144-ə kimi hamısını nömrələdik. Hər dərəcəmiz dedik ki, uzunluğumuz 20 dəqiqədir. Deməli, bura olur 12 dərəcə 20 dəqiqə, 12 dərəcə 40 dəqiqə, 13 dərəcə, 13 dərəcə 20 dəqiqə, 13 dərəcə 40 dəqiqə, 13 dərəcə 14, 14 20, 14 40, 15, 15 20, 15 40 və 16 dərəcə. Burada da 18, 18 dərəcə 30 dəqiqə, 18 dərəcə 18 dərəcə 19, 19 30, 20, 20 30, 21, 21 30, 22, 22 30, 23, 23 30 və 24 dərəcə. Deməli ki, düz bölmüşük. Deməli, burada bizdən deməli yenə yazırıq bura 12 dərəcə 13 dəqiqə, 18 dərəcə 03 dəqiqə.
Və bizimki hara düşür? Bizim dərəcələrimiz. 12 dərəcə 13 dəqiqə. Yəni bura və bura kəsişir. 12 dərəcə 13 dəqiqə, 18 dərəcə 18 dərəcə deməli. 18 dərəcə 03 dəqiqədə bura düşür. Deməli, bu da olur 12, 24, 36, 48, 60, 72, 84. Yəni 144-dən 12 bir dəqiqə. 12-ni 11-ə vuranda, deməli bir dəqiqə. 12, 24, 36, 48, 60, 72, 84, 96, 108, 120, 132, 133'dür burayı demiş. Bura 133'üdür. Buraya yazırıq. D38, 144. 144 niye? 133. Bunu yazdık. Tamam. Bizdə yerləşir bura. Deməli, indi gəldik əsas hissəyə. 6-cı. İndi biz bunu tapdıq ha. Artıq 1 bölünsün 1 milyon çəkməyimizə gərək yoxdur. Hələ ki gərək yoxdur. İndi irəlidə gərək olacağını onsuz göstərəcəm sizə. Deməli, gəldik bura. Gəldik, çəkdik bu o az öncə tapdığımız trapezi. Tapdığımız trapezi çəkirik. Yazırıq bura. D34, 133. Mən ora H38, 130. D34, bura D34, 133 tapdıq. D34, 133 yazdıq bura. Bunu yenə bölürük. Bunu yazırıq deməli. Bunu təbii ki də yazırıq bura. Biz nə deməli 12 dərəcə ilə 12 dərəcə 20 dəqiqə arasında. Deməli bu da yerləşir 18 ilə 18:30 arasında. Deməli 18 dərəcə ilə 18:30 arasında. Deməli nə edirik? Bu artıq deməli burada bu arada 144 yerə böldüyümüzdə miqyas 1 bölünsün 100.000 miqyasla ölçülür. Deməli, gəldik bu 1 bölünsün 100.000'dir artıq. Bu 1 bölünsün 1 milyon deyil. Xahiş olunur, çaşmayın. Deməli, bunu yazdıq ha. Bunu yazandan sonra bunu biz bir də bölürük bura. A, B, C, Ç deyə bölürük. Burada artıq 20 dərəcəni də 2'ye bölürük. 20 dəqiqəni də 2'ye bölürük. 10 delta lambda da bu da olur 30 dərəcəni 2'ye böləndə bu da olur 15 dəqiqə. Deməli bura olur 12 dərəcə 10 dəqiqə. Bura olur 18 dərəcə 15 dəqiqə. Deməli bizim koordinatları yenə yazıram. 12 dərəcə 13 dəqiqə. 18 dərəcə 03 dəqiqə. Bizim koordinatlar harda yerləşir? A'da. A'da kəsişirlər bunlar. A'da kəsişirlərsə yazırıq. D34, 133, A. Gəldik. Burada bu arada bu bölünənlərin hamısı da bizə 1 bölünsün 50.000 miqyas verir. Bu bölünənlər artıq hər kiçik trapezin özü 1 bölünsün 50.000 miqyasdadır. Əla, indi 1 bölünsün 50.000 miqyasdakı trapezi çəkirik. Çəkdik 1 bölünsün 50.000 miqyasdakı trapezimizi. Deməli, bunlar hara denk gəldi? 12 dərəcə 10 dəqiqə ilə 12 dərəcə 20 dəqiqə arasına və bu da oldu 18 dərəcə ilə 18 dərəcə 15 dəqiqənin arasında. Deməli, bunu yenə bölürük. Bu arada bunun üstüne yazmadım. Bu D34, 133 A'dır. D34, 133 A. Deməli, yenə koordinatlarımızı yazırıq. 12 dərəcə 13 dəqiqə, 18 dərəcə 03 dəqiqə. Deməli, artıq burada yenə 2'ye bölünür. İndi deyəcəksiniz ki, yetər artıq, bölünməsin bunlar. Bölünsün. Çünki bundan sonra daha da bölünməyə başlayacaqlar. Burada delta lambdamız bərabərdir.
75 bölünsün 2. Hər yerə düşür 7 dəqiqə 30 saniyə. 15 dəqiqə daha doğrusu bu 15'dir. Elə yazmışam ki 75 oxşur. 15 dəqiqəni 2-yə böləndə hər yerə 7 dəqiqə 30 saniyə düşür. Deməli bura dedi ki 5 dəqiqə düşür. Bu uca oldu 12 dərəcə 15 dəqiqə. Bura oldu 18 dərəcə 7 dəqiqə 30 saniyə. Bunları da təbii ki də öz növbəsində hərfləyirik, amma fərqindəsinizsə bunları kiçik hərflərlə hərfləyirik. Koordinatlarımız harına yerləşir? 18 dərəcə 03 dəqiqə, 12 dərəcə 13 dəqiqə. Deməli bizim koordinat, bizim bu xəritəmiz oldu. D34, 133, A və C. C bu arada A-nı biraz böyük yazaq ki, C-nin balaca olduğu fərqlənsin. Deməli gəldik. Gəldik bu indi tapdığımız xəritənin özü də, bu tapdığımız xəritənin özü də 1 bölünsün 50.000 miqyasdaydı. Olsa bunu dedim. Ya, bu 100.000'dir. Bu 1 bölünsün 50.000 miqyasa bölünəcək. Bu 100.000'dir. Xahiş olunur. Bu 1 bölünsün 50.000'dir. Gəldik bura. Yenə yazdıq bura. D34, 133, A, C. Yenə bunu 4 hissəyə böldük. Koordinatlarımızı yenə yazırıq. 12 dərəcə 10 dəqiqə. 12 dərəcə 15 dəqiqə. 18 dərəcə və 18 dərəcə 7 dəqiqə 30 saniyə. Deməli, burada delta fi'miz bərabərdir 2 dəqiqə 30 saniyə. Niyə zaten olduğunu deməyim artıq. 5'i 2'yə bölürük. Delta lambdamız da bərabərdir 7 dəqiqə 30 saniyəni 2'yə böləndə 3 dəqiqə 45 saniyə. Bu saniyədir bu arada. Deməli, bunları üst-üst deməli nə edirik? Bunları da öz növbəsində 1, 2, 3, 4 deyə nömrələyirik. Deməli, bu olur 12 dərəcə 14 dəqiqə 30 saniyə. Bu da öz növbəsində olur 18 dərəcə 3 dəqiqə 40 saniyə. Deməli, bu belə 3 dəqiqə 45 saniyə. 45 saniyə bu arada. Pardon, çox bağışlayın. Deməli, bu bizim koordinatlar harda yerləşir indi? 12 dərəcə 13 dəqiqə. Deməli, burada 18 dərəcə 03 dəqiqə burada. Deməli, yazırıq ki, T34, 133, A, C1. Yetər artıq. Deməli, və düşürük aşağı. Bunun özü də 1 bölünsün 10.000 miqyaslandır. Gəldik bura. Deməli, bu aldığımız xəritəni tezdən, yox, bir dəqiqə, bu 1 bölünsün 25.000'dir artıq. Bu 1 bölünsün 50.000 idi, bu 1 bölünsün 25.000'dir. Bu 1 bölünsün 25.000'dir. 1 bölünsün 25.000 yaz. Gəldik, bunu çəkdik, yenə tezdən. Yazdıq bura. Bu koordinatlarımız deməli 12 dərəcə 10 dəqiqə, amma bura olur 12 dərəcə 10 dəqiqə, bura olur 12 dərəcə 14 dəqiqə. 12 dərəcə 14 dəqiqə 30 saniyə. 12 dərəcə 12 dəqiqə 30 saniyə. Mən yenə yanlış yazmışam. 12 dərəcə 12 dəqiqə 30 saniyə. 30 saniyə. Burada olur 18 dərəcə və 18 dərəcə, 18 dərəcə, 18 dərəcə 3 dəqiqə 45 saniyə. Deməli, yenə yazırıq bunun üstünə D34, 133, A, C1. Yenə bunu bölürük. Bunu böləndən sonra artıq burası 1 bölünsün 10.000 verir bizə. Burada artıq 2 dəqiqə 30 saniyədə bölür. Burada delta lambdamız olur 1 dərəcə 45 dəqiqə, 1 dəqiqə 45 saniyə. Delta lambdamız olur
3 dərəcə 45 saniyə idi də, hə? Bu da olur 60 dəqiqə 245 deməli bunu da 2-yə böləndə bu da hər halda olacaq 1 dəqiqə 1 dəqiqə hər halda tam dəqiq bilmirəm çünki oradan sonrasını getməmişik. Hə, bu arada bunu çəkəndən sonra bunu bölmürsünüz. Bu heç bunun özü, bu göründü. Deməli, bundan sonrası part 2-yə qalacaq. Çünki bundan sonrasını müəllim keçmədi. Hətta bundan sonra sizə bir bəd xəbər daha verim. Trapez çəkəcəyik. Yenə D34. 1 bölünsün 1 milyon. Və bu arada bunu 256 hissəyə böləcəyik. Bəli. Düz eşitdiniz. 256 yerə bölmək məcburiyyətində qalacaq buranı. 256 yerə böləndən sonra da inşallah bunun gerisini taparıq. Mən hələlik ki, bura qədər qeyd eləmişdim. Bura qədərini qeyd elədim. Bu qədərini keçdik çünki. Yəni, izah videoda 31 dəqiqə 8 saniyə oldu. Daha fazla izahlar üçün abunə olub, like atmağı unutmayın. Görüşərik. Allah'a emanet olun.